düşünürsən? Dərs başlayanda müəllim bütün uşaqları lövhəyə çıxarda bilmir. Sinifdə 34 uşağıq. Əlbəttə ki, uşaq sayımız həddindən artıq çoxdur. Müəllimimiz təkdir, hər şeyi çatdıra bilmir. Yəni mən istədiyim sualı müəllimə verə bilmirəm. Sinifimizdə neçə uşaq var? 34. Yox, məncə çox deyil. Bəli, müəllimə hamıya vaxt ayıra bilir. Sinifimizdə neçə uşaq var? 34. Suallarımı verdiyində zəng çalınır, uşaqların səslərinə görə eşidə bilmir. Müəllimələrə sual verə bilmir, dərsimizi danışa bilmirik səs-küydə. Siniflərdə uşaq sayının çox olması və bunun tədris prosesində çətinliklər yaratması illərdir davam edən problemdir. Bu məsələ həm şagirdləri, həm valideynləri, həm də müəllimləri narahat edir. Ekspertlər hesab edir ki, beynəlxalq təcrübəyə görə sinifdə ideal şagird sayı 15-20, standart şagird sayı isə 20-26 arasındadır. Nazirlər Kabinetinin qərarında 20-30 arası göstərilir. Amma bəzi hallarda müəyyən istisnalar olur, qeyd elədik. Sıxlıqla bağlı müəyyən istisnalar formalaşa bilir. Ümumi olaraq 20-30 arası standart görünür. Beynəlxalq təcrübədə də bu standart görünür. Biz əksər ölkələrə baxdığımız təqdirdə demək olar ki, 20-30 arası şagird sıxlığı var. Amma 30-un üzərində daha çox qəbul olunur. 20-nin altında, misal üçün 16-20 arası olan Finlandiya nümunəsi, Finlandiya modelində bu daha effektiv, daha ideal və daha arzu olunan hesab olunur. Amma standart xüsusilə də 22-28 qeyd olunur. Bizim orta ümumi təhsil məktəblərində yerə görə dəyişir, əraziyə görə dəyişir. Regionlarda aşağı, misal üçün regionda elə orta ümumi təhsil məktəbi var ki, orada sinifdə 12 uşaq var. Millət vəkili Arzuxan Əlizadənin sözlərinə görə sinifdə 25-dən çox şagird olmamalıdır. Əks halda müəllim fənni tam şəkildə öyrədə bilmir. Bir sinifdə əgər 40 ətrafında, bəzən aşağı, bəzən hətta 40-ın üzərində şagirdin təhsil alması mənalı olaraq həmin şagirdlərə tədris olunan fənnin çatımı baxımından problem yaradır və bununla bağlı müəllimlər də mütəmadi olaraq öz narahatlıqlarını ifadə edibdilər və regionlarda xüsusilə də müəllim çatışmazlığı ilə bağlı məsələdə şagird sıxlığı məsələsində önəmli rol oynayır. Və mütləq mənada siniflərdə hesab edirəm ki, 20-25 nəfər şagirdin olması daha məqbul hesab edilməlidir. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə şagird sayı 30-dan çox olan 7520 sinif var. Bu rəqəm bütün siniflərin 11%-ni təşkil edir. Şagird sıxlığının daha çox müşahidə olunduğu məktəblər əsasən Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə, həmçinin Abşeron rayonu üzrə yeni salınmış qəsəbələrdə yerləşir.